Rusiya işləmək məqsədi ilə gələn xarici vətəndaşlar ölkənin qanunvericiliyinə əməl etməli və başa düşməlidirlər ki, hər hansısa hüquq pozuntusu təkcə inzibati cəza ilə deyil, həm də deportasiya ilə nəticələnə bilər. Bu barədə Rusiya Dövlət Dumasında bəyan edilibdir. Bildirilir ki, Rusiya əmək fəaliyyəti üçün gələn miqrantlar qanunlara riayət etməli, ölkənin qanunlarına, mədəniyyətinə və ənənələrinə hörmətlə yanaşmalıdırlar. Qeyd olunub ki, Dövlət Duması miqrasiya siyasəti sahəsində 2 qanun layihəsinin birinci oxunuşda qəbul edibdir. Həmin layihələrdən biri ictimai davranış qaydalarını pozan miqrantların ölkədən çıxarılmasını nəzərdə tutur, digəri isə məhkumluğu olan şəxslərə vətəndaşlığın verilməsindən imtina edilməsini imkanı yaradır. Dövlət Dumasında vurğulanıb ki, bu tədbirlər ictimai təhlükəsizliyin və asayişin təmin olunması üçün zəruridir. Bildirilir ki, əvvəllər Rusiya müxtəlif məqsədlərlə gələn əcnəbilərin bir hissəsi ölkə qanunvericiliyinə əməl etmədikləri üçün deportasiya olunub. Bundan əlavə qeyd edilib ki, miqrasiya siyasəti sayəsində artıq 22 qanun qəbul olunubdur və onların əksəriyyəti deputatlar tərəfindən irəli sürülübdür. Həmçinin miqrasiya siyasətinin həyata keçirilməsi ilə bağlı məsələlər üzrə daimi monitorinqdə davam etdirilir. Sonda vurğulanıb ki, Rusiyaya gələn bütün xarici vətəndaşlar ölkənin qanunvericiliyinə əməl etməli, rus dilini bilməli, ölkənin ənənələrinə və mədəniyyətinə hörmət etməli, eləcə də müəyyən olunmuş tələblərə cavab verməlidirlər.